Azərbaycanda futbolçulara verilən maaş bəlli oldu. Ən çox əmək haqqını Neftçi verib. Azərbaycan Premyer Liqası klublarının 2024-cü ildə futbolçulara verdikləri əmək haqqılar müəyyənləşib. Report xəbər verir ki, bu barədə AFFA-nın hesabatında bildirilib. Ən çox maaşı Neftçi klubu oyunçularına ödəyib. Paytaxt təmsilçisində bu rəqəm 18 milyon 287 min 111 manat olub. Qarabağ isə 2024-cü ildə futbolçulara 13 milyon 878 min 800 manat maaş verib. Sabahda bu rəqəm 8 milyon 911 min 200 manat, Sumqayıtda 4 milyon 431 min 100 manat, Səbaildə 4 milyon 385 min 800 manat, Zirədə 4 milyon 287 min 627 manat, Araz Naxçıvanda 3 milyon 619 min 200 manat, Turan Tovuzda 2 milyon 613 min 900 manat, Kəpəzdə 1 milyon 754 min 700 manat, Şamaxıda 1 milyon 4 min 300 manata bərabərdir.